Yəni istəyərlər bunlar müzakirə gedərlər, qəbul eləyərlər, istərlər getməyərlər. Müntəha bunun hızı fərqli olur. İran 20-25 il baxın bərabərdir Cümhuriyyət Azərbaycanın təxminən ikinci istiqlalının bərinə həyatı qədər. Siz baxın görün ki bu Bakı Tiflis Ceyhandan bəri də ki 2005 olur da İlham Əliyev gələndən iş üstə bəri Azərbaycanın inkişafına. Sayın Babaş bəy, bağışdan sözünə rastlaşıram. Əlan ki biz sizlə danışırıq bərabər. İsrail cənab bir ağır həcmə ilə Tehran həmlə eləyib. Elə əlan ki danışırıq. Bəli. Elə əlan Tehran'da. Bəli, bu olacaqdır. Ta zamanı ki o ping-pongu da indi keçmişdə bu 2 ay çəkirdi bu şeylər, atışmalar. İndi fasilə salıbdı. Bir daha da məsələ ki fərqi vardı və işi biraz çətin nədir? İndi dediniz, mən gəldim bu konuya, qeydərəm ona. Burada keçmişdə İran başlamışdı, İsraili vururdu. Bəli. Bu dəfə İsrail vurubdu. İsrail vurub. Yəni bu İsrailin vurması ilə İrançı fərqlidir. Bunlar düşünüblər. Tamamən bu o şahmatda oynarları, mən bunu oynayacağım. Tərəfin qabiliyyətlərini filanı tamamını ölçübdür İranı. Mənim nəzərimdə İsrail İranı quşe ringidə tapıbdır. Bunları heç tez istəmirəm, təkrar edəyəm ki, məsələn, o təkrar olsa dəyərini itirər söhbət. İran hər halda haləti zəifdədir. Və ona görə ki, Beynoy özünü əmin hiss edir ki, bunun təhlükəsizliyinə, yanında ciddi zərbə yendirə bilməyəcəkdir. Ona görə daha etimad bir nəfsə, özgüvənlə əməl edir. Sözümü mənzifə gətirəm ki, İran son 20-30 ildə ki, deyirəm, Cumhurbaşqanı şeylə bərabərdir bu İlham Əliyevin prezidentliyi dönəmi ilə. Baxın, Azərbaycan hara gəlib inkişaf edib, iqtisadi məsələdə filan da, yaxud Ərəbistanda bölgə şeylərdə. Ya hatta Türkiyənin özü ki, Erdoğan elə 2003-dən bəri da, məsələn, haralardan haraya nə qədər inkişaf edib iqtisadi, teknoloji, sənəti açıdan, İran bütün sərmayəsini gətirib qoydu şeyin üstündə, nükleer məsələsi üstündə ki, o zamanlar da mübahisə idi. Əhmədinejad gələndə iş üstə, Xatəmidən sonraki bunlar Koreya Şumali və Çin metodunu götürmüşdülər. İndi nə Çin metodu ortadadır, nə hətta Koreya Şumali ki, deyək ki, məsələn, zərratxanası vardı, atomi kulahəkləri filan. Sözüm buna gətirirəm ki, burada və bu tərəfdən də infrastrukturlar, o payələr, sənətdə geriləmələr vardı. Ondan sonra petroşimi, İran hətta neft çıxartması məsələsi söz konusudur. O texnolojilər, hamısı teknoloji istəyir, teknoloji açıdan. Yəni bunlar əllər gələnləri aparıblar bu məsələnin üstünə və ölkə başqa boyutlardan qalıbdı geridə. Mənim nəzərimə bu, indi bunun sonucu mənim nəzərimə bəlkə də çətin olar, bunu hər kəs riskli bir şeydir deməsin. Mənim nəzərimə İran müzakirəyə davam etdirəcəkdir. Çünki Amerika qapını açıq qoyubdu o tərəfdə. Bu ping-pongu məsələdə də məncə Cumhurbaşqanının müzakirəyə getməkdən başqa, o cami zəhri içməkdən başqa mən başqa bir yol görmürəm. İndi bəlkə bu çox şey gələ, optimistik gələ. Yox, bəli, mən arzu elərəm ki, o cami zəhri olsa, heç olmasa Xümeyni qədər ağlı olsun, cami zəhri içsin. Çünki bu cəngin, bunu da mən burada qeyd edeyim, çünki əvvəldən not götürmüşəm, bu cəngin millətə, xüsusən kütləyə, topluma heç bir xeyri olmayacaqdır. İstər indi, mən elə birinci İrandan bütün etniklərdə, əslində Türklə, Azərbaycan millətindən, Türklərindən tutmuş, ta başqaları burada sivillerin ölməsi, cəng fəqət bunların bədbəxtçiliyi, ekonomik bədbəxtçiliyini, ictimai bədbəxtçiliklərini, o geriləmələri fəqət bunları gətirəcəkdir. Hərçənd ki, İran ilə müharibəsiz halətlərdə bu hakimiyyət onu gətiribdir. Amma bunu nəzərə alaq ki, palaşqahların vurulması, sənayeyin vurulması, baxın, bunlar belə şeylərdir ki, 50 illə yeri gəlib dolmayacaqdır.
Yəni bu çox ağır bir şeydir. Siz diqqət edin ki, Qarabağ balaca bir bölmədir. Ağdamı gör Ermənistan nə günə qoyubdu. Oranın bağ-sahəsinə qədər trilyonlar dollar pul gedir onları qaytarmağa. Odur ki, bu məsələni istədim ki, etik açıdan bir buna baxmaq vardı. Mən sevinərdim ki, buna da adam yəni toxunulsun. Yəni etik açıdan müharibənin heç bir şey yoxdur və ondan sonra da siyasi mənfəətlər açısındandır ki, bunun əslən davam etməsi Azərbaycan Milli Hərəkətinə bugünkü gündə nə qədər xeyri var, nə qədər zərəri vardı. O məsələlər də şey olmalıdır. Bu oppozisyonun durumu ilə, Azərbaycanın öz durumu ilə, ondan sonra bizim Güney Azərbaycan Milli Hərəkətin müttəfiqləri sayılanda indi dildə də, sözdə də, məsələn, bölgəsəl güclər ki, Türkiyə olsun, Azərbaycan olsun, onlar bunlara necə baxırlar? Ondan sonra bunlar hamısı söz-söhbətdir ki, mən düşünürəm ki, ən azı arzu edərdim ki, bunlar müzakirəyə keçsinlər. Bu məsələni qəbul edib, bəlkə Cumhurbaşqanlığının bu cür geriyə getməsi, atması daha az xəzinə ilə İrandakı millətlərin də, az cümlə türklər və Azərbaycan millətinin bu öz haqqlarını əldə etməsində daha yardımcı ola bilər. Mən yine düşünürəm, çox istəyirəm ki, bunlar cam zəhmi içməli olacaqlar. Bunu deyim, burada bitirim söhbət. Bir dənə film var, mən Tehranın üstü alandır, elə mən